Zilhiccə ayının ilk günlərini yaşayırıq və xüsusilə bu ilk 10 günün özünün çox əhəmiyyəti var. Əgər eləyə bilsəz, oruc tutasınız, bu günləri oruc olun. Qəza namazlarınız varsa, qəza namazlarınızdan qılın. Sədəqə verin. Bir sözlə, bu 10 gün insanın dirçəliş, ruhunun oyanışı və sözün həqiqi mənasında xüsusi İslamda ən önəmli günlərdəndir. Allah bəzi zamanları digər zamanlardan üstün etmişdir. Bəzi günlər var ki, həmin günlərdə edilən bir dua illərin qapısını açar. Bu bağlı qalan qapılar. İndi burada yüzlər insanların içərisində anonim sorğu versək, biri maddi baxımdan sıxıntılı, biri işi ilə bağlı, biri canı ilə bağlı, biri malı ilə bağlı. Hamının özünə görə bir problemi var. O bəzən görürsən ki, deyib gülən bildirməyənin, hiss etdirməyənin problemi o günlərlə elə hər gün danışıb elə bildirəndən daha çoxdur. Bəzən o böyük iradəli insanlar, əzimli, möhkəm insanlar elə hər sıxıntını hər qabağına gələnə də danışmır, hər adama da söyləmir. Bir sözlə bəzi gecələr var ki, bir göz yaşı belə insanın taleyini dəyişməyə qadirdir. Zilhiccə ayı da məhz elə həmin o aylardandır, həmin o bərəkətli günlərdəndir.